Sevgisiz həyat yoxdur. Heç yuxuda itmisənmi? Yuxu çox canlı olanda nəyin real olduğunu demək çətin deyilmi? Yuxular sevinç, həsrət və qorxu kimi güclü hisslər oyada bilər. Hətta bəzən oyandıqdan sonra belə yuxu adama demək olar bir xatirə kimi gəlir. Elə birisi varmı ki, yox, belə deyil desin. Yuxu onu görən şəxs üçün həqiqidir. Amma gözünü açanda yuxu halın pozulur və ayıq həyat reallığına keçirsən. Oyananda bizə elə gəlir ki, yuxu aləmi bir illüziyadır. Bəs yatanda gördüyümüz yuxular sadəcə yuxular içərisində yuxulardırsa, onda necə? Bəs oyandığımız həyat illüziyadan başqa bir şey deyilsə, onda necə? İmam Əli əleyhissalam həyatı bulud kölgəsinə, yatan birinin yuxusuna bənzədirdi və o, bu mövzuya toxunan yeganə şəxs deyildi. Qədim bir Hindu ənənəsində bu həyatın bir hülya olduğu öyrədilib. Vedik əlyazmaları onu Maya adlandırırlar. Bu söz həm təbiət, həm də illüziya mənasını verir. Maya fani həyatın qaçınılmaz halıdır. Bədən də, ağıl da Mayanın yaratdığı bir şeydir. Hər ikisi də nəfsin həbsxanası kimi davranır və onlardan biri tamamilə nəfsdən azad olunana qədər onun getməyinə izin vermir. Hindu əlyazmalarına görə bu sarsıdıcı və yayındırıcı qüvvəni azad edən illüziyanın yaradıcısı və böyük sehirbazı Mayavidir. Deyilənə görə o illüziya torunu atır və qafil ruhları təbiətin içinə çəkir. Sonra da geri çəkilərək onun istirahət etməyinə imkan verir. Sizcə bu doğru ola bilər? Sizcə həyat sadəcə diqqətlə hazırlanmış bir illüziyadır? Ən böyük saxtakar tərəfindən hazırlanmış ən böyük aldatmaca. Adama elə gəlir ki, həyat illərlə davam edir. Qurana görə isə o, adama qiyamət günündə bir gecəlik istirahət kimi gələcək. Allah kafirlərdən, yeryüzündə neçə il qaldınız, deyə soruşacaq. Onlar, bir gün yaxud bir gündən də az qaldıq. Quran 23-cü surə 112-113-cü ayələr. İmam Əli əleyhissalam öz sözlərində bunu təsdiqləmişdir. İnsanlar yuxudadır, öləndə oyanarlar. Təbəqat-ü Şafiyə, cild 6, səhifə 357. Bu saxtakarlıq nə qədər dərin bir keçmişə söykənir? Heç özündən soruşmusanmı? Mən kiməm? Şübhəsiz ki, bu sualı bir çox şəkildə cavablamaq olar. Hamımızın bir adı, bir dərəcəsi və bir peşəsi var. Bədənimizin görünüşü hamımıza məlumdur. Biz xüsusi bir zamanda və yerdə doğulmuşuq. Bunlar adətən özümüz haqqında düşündüyümüz zaman ağlımıza gələn şeylərdir. Amma bunların hamısı sadəcə dünya ilə bağlı olan təfərrüatlar və dəyişikliklərdir. Bir çox şəxsi anlayışlarımız ailəmiz tərəfindən formalaşdırılır. Bir düşün, bir atadan və bir anadan dünyaya gəldin. Anan səni bətnində daşıdı və sən köməksiz olduğun vaxtlar qayğına qaldı. Ola bilsin, bacı qardaşların da var və hətta sənə bənzəyirlər. Sonra böyüyürsən və tam yeni bir mərhələdə buna bənzər münasibətlər yaşayırsan. Evlənirsən, aşiq olursan və bu sevgi özündə həyat meyvəsi daşıyır. İlk övladın olduğu və o şirin körpəni qucağına aldığın zaman həyatın həmişəlik dəyişmiş olur. Qəlbin heç vaxt belə bir sevgi yaşamamışdı. Bütün əzizlərinin gözəlliyini uşaqlarında görürsən. Əgər atasansa, öz ən yaxşı şeylərini uşaqlarına ötürmüsən. Əgər anasansa, bədənin onların evi olub.
Heç nə sənin duyğularını ailən kimi cuşa gətirmir. Onlar sənin bir parçan kimidir və həyatı onlarsız təsəvvür edə bilmirsən. Lakin bircə dənə problem var. Çox sevdiyin ailən şeytanın aləmi olan bu dünyada mövcuddur. Və bu dünyada əsl sevgi mövcud deyil. Heç ola da bilməz. Çünki şeytan sevməyi bacarmır. Real görünsə də, bu dünyada ailəm dediyin insanlar sənin həqiqi ailən deyil. Bütün bunlar illüziyadır və əmin ol ki, sən ən əvvəldən aldadılmısan. Yaşadığın bütün müxtəlif həyatların haqqında düşün. Ruh bu dünyaya dövrdən dövrə təkrar qayıdıb və bu dövrlərin hər birində atan, anan, ərin, arvadın və uşaqların olub. Hər həyatında onların indi hiss etdiyin kimi real olduğunu hiss etmisən. Bəlkə də artıq təəccüblənirsən. Bizim bu dünyada yaşadıqlarımız realdır? Bu sualın cavabı bəllidir. Sevgi bu dünyaya məxsus deyil. Amma bəzi insanlar bunu burada yaşaya bilir. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurmuşdur. Bizim burada hiss etdiyimiz sevgi bədəndən tamamilə ayrıdır. Sevdiyiniz biri öləndə onun bədənini saxlayırsınız? Xeyr, bədən torpağa dəfn edilir. Əgər bədənin bir dəyəri olsaydı, əlbəttə heç vaxt getməsinə izin verməzdiniz. Amma müəyyən məqamlarda biz hamımız insan bədəninin dəyərini bilirik. Yaradılış kitabında belə buyurulur. Torpağa qayıdanacan alın tərinlə çörək yeyəcəksən. Çünki ondan yaradılmısan. Torpaqsan, torpağa da qayıdacaqsan. Yaradılış 3-cü surə 19-cu ayə. Bədən öldüyü zaman onu bir kənara atırıq. Maraqlısı budur ki, o şəxsə duyduğumuz sevgi ölmür. Bəs o hardan gəlir və nəyə bağlanır? İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur. Həqiqi sevgi daha uca bir yerdən, ruhdan gəlir. İsa əleyhissalam bir dəfə belə buyurdu. Sizə yeni bir əmr verirəm. Bir-birinizi mənim sizi sevdiyim kimi sevin. Əgər bir-birinizi belə sevsəniz, bütün insanlar biləcək ki, siz mənim həvarilərimsiz. Yuhanna 13-cü surə 34-35-ci ayələr. Sevgi insanların tez-tez istifadə etdiyi sözlərdən biridir. Az qala mənasız bir şeyə çevrilir. Bəlkə də buna görə tez-tez səhv anlaşılır. Qadının gözəl, kişinin güclü olduğu bir cütlük təsəvvür edin. Onlar bu üç kəlməni bir-birlərinə deyirlər. Mən səni sevirəm. Lakin çox keçmir ki, bu hekayə xoşagəlməz bir hal alır. Bir gün kişi yoldaşını başqa bir kişi ilə danışarkən görür. Qısqanclıqla dolu bir qəzəb onu bürüyür, təəccüb edir. Onun həyat yoldaşı ona aid olduğu halda necə başqa bir kişi ilə danışa bilər axı? Qadın həddi aşdığına görə kişi onu vurur və qəzəb fiziki şiddətə çevrilir. Sonra kişi öz-özünə deyir ki, ehtirasımdan və sevgimdən dolayı ona qarşı bu cür hərəkət etdim. Amma bu sevgi deyil. İnsanların çoxu sevgini başqasına sahib olma arzusu ilə səhv salır. Bu, ər-arvad münasibətindən tutmuş, valideyn, uşaq, hətta dostluq münasibətlərinə qədər bütün münasibət növlərini əhatə edir. Amma həqiqi sevgi içində nəfs olmayan sevgidir. İncildən olan bir pasaj məsələni aydınladır. Sevgi səbirli, xeyirxahdır. Sevgi paxıllıq etməz, öyünməz, lovğalanmaz, kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sahib hesablamaz. Sevgi
haqsızlığa sevinməz. Həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər. Sevgi əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq. Dillər ənamı da qurtaracaq. Bilik də aradan qalxacaq. Korinflilər 13-cü surə 4-cü 8-ci ayələr. Bunlar hər şeyə qadir Allahın yaratdığı mükəmməl dünyanın atributlarıdır. Əgər həqiqi sevgi bədəndən deyil, ruhdan gəlirsə, bu o deməkdir ki, sevgi sadəcə Allahdan gəlir. Rəsulların və nəbilərin bu dünyada yaymağı öyrətdikləri də məhz bu sevgidir. Buna görə də İmam Hüseyn əleyhissalam buyurub ki, Əhl-i Beyt ailə sevgisini axirət məsələsindən hesab edir. Əbu Yafur nəql edir. Mən Əbu Abdullaha dedim, əlbəttə biz dünyanı sevirik. O əleyhissalam buyurdu. Onunla nə iş görürsən? Dedim, evlənirəm, həcc edirəm, uşaqlarımla məşğul oluram, qardaşlarıma dəstək oluram və sədəqə verirəm. O əleyhissalam buyurdu, bunlar dünyadan deyil, axirətdəndir. Biharul Ənvar, cild 70, səhifə 106. Pak sevgi axirətdəndir. Çünki o ruhdan gəlir. Ruh bədənə bağlı deyil. Təsəvvür et ki, övladın ölür və bu faciənin ortasında sən bir möcüzəyə şahid olursan. Gözlərinlə övladının ruhunun bədənindən çıxdığını və başqa bir uşağın bədəninə daxil olduğunu görürsən. O uşağı da öz uşağın kimi sevərsənmi? Əgər öz gözlərinlə görsən, bilsən ki, övladının ruhu heç şübhəsiz başqa bir bədəndədir, yenə də zərrə qədər şübhə etmədən o uşağı sevərsən. Amma bu dünyada ruh məsələləri gözlə görünən deyil. Bizlər sadəcə fiziki reallıqları görürük və bu reallıqda ölüm qaçınılmazdır. Bədən əbədi yaşamaq üçün yaradılmayıb və doğum anından etibarən həyat sadəcə zamana qarşı bir yarışdır. İndi nəhayət ki biz bu dünyəvi qüsurun altında yatan səbəbi müəyyənləşdirə bilərik. Məxluqat həmişə yaradıcısını əks etdirir. Sən bir rəssam haqqında onun sadəcə əsərinə baxaraq çox şey öyrənə bilərsən. Bu dünya da şeytanın əsəridir və onun məhdudiyyətləri hər şeyin fani təbiətində əks olunur. Müqəddəs Quran aşkar şəkildə bu dünyanı Allahın məxluqatından ayırıb. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki biləydilər. Ənkəbut surəsi 64-cü ayə. Bədənlər ölür, ruhlar isə yox. Allahın məxluqatı da özü kimi əbədidir. Mərhəmətli Allah bizim daimə xoşbəxt olmağımızı istəyir. Lakin biz xoşbəxt olmaq üçün dünyəvi bağlardan azad olmalıyıq. Çünki bu dünya sadəcə kədər gətirir. İmam Əli əleyhissalam buyurub, Hər kim dünyaya bel bağlasa, dünya ona xəyanət edər. şübhəsiz ki, bu dünyada bağlandığın heç nə daimi olmayacaq. Götürək elə bu bədəni. Uşaq vaxtı böyümək üçün səbirsizlənirsən. Nəhayət gün gəlir ki, güzgüyə baxanda gördüyün şeydən xoşun gəlir. Amma bədən fiziki olaraq pik həddinə çatdıqda qəfildən qırışıqlıqların, boz saçların, saç tökülməsinin, artıq çəkinin, hamiləliyin və dəri çatları kimi narahatlıqların hücumuna məruz qalırıq. Bu şeylər həqiqətən də bədənin faniliyinin xatırladıcılarıdır. İnsanların çoxu
əlacsızlıqdan vaxtı dayandırmağa ya da heç bir işə yaramasa da yaş əlamətlərinin ziddinə getməyə çalışırlar. Gözəllik gözünün qabağında olan və heç vaxt çata bilməyəcəyin yerkökü kimidir. Bu dünya da belədir. Bu dünya ilə cənnət arasındakı fərq o qədər böyükdür ki, biz onu anlaya bilmərik. Məhəmməd Peyğəmbər buyurmuşdur: Bu dünya həyatı axirətlə müqayisədə sizlərdən birinin parmağını okeana salıb çıxartdıqdan sonra əlində qalan su ilə okeanda olan suyun müqayisəsi kimidir. Səhih-i Müslim 2858-ci hədis. Sənə elə gələ bilər ki, gözəlliyin nə olduğunu bilirsən. Amma bu dünyadakı gözəllik Allahın yaratdığı aləmdəki, nur aləmindəki gözəlliklə müqayisədə okeandan olan bir damla kimidir. Nur aləmində çirkinlik hətta mövcud belə deyil və bir şəxsin gözəlliyinin ən kiçik şüası bu yerdəki ən gözəl şəxsin gözəlliyindən milyon dəfə böyükdür. Nur aləmində gözəllik imana əsaslanır. Hər kəs bir-birinin məqamını gözəlliyinə görə tanıyır. Kimin nə qədər çox imanı varsa, o qədər də nuru olur. Bu əbədi aləmdə məxluqat da əbədidir. Bir dəfə bir qadın Peyğəmbərin yanına gələrək bir şey istədi. Ya Rəsulallah, dua et ki, Allah məni cənnətə girməklə mükafatlandırsın. Peyğəmbər belə buyurdu: Ey ana, qoca qadınlar cənnətə girə bilməzlər. Qadın ağlayaraq oradan uzaqlaşmağa başladı. Peyğəmbər əleyhissalam buyurdu: O qadına deyin ki, heç kim qoca halda ora girməyəcək. Allah cənnət qadınlarının hamısını gənc bakirələr edəcək. Əlbəttə, biz onları yeni xilqətdə yaratmışıq və onları bakirə, sevən, həmyaşıd etmişik. Quran 56-cı surə 35-37-ci ayələr. Rəsulullahın kəlamının izahı babı. Hədis 233. Quran-ı Kərimdə belə buyurulur: Biz hər şeyi cüt yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız. Quran 51-ci surə 49-cu ayə. Hər ruhun bir əkizinin olduğu doğrudur və ruh əkizləri nur aləmində əbədi nemətlər içərisində birlikdə yaşayırlar. Bəzən sevgi ruh əkizlərini bu dünyada bir-birinə çəkir. Faktiki olaraq sən bu dünyaya son gəlişində ruh əkizinlə birlikdə inkarnasiya edirsən. İnsanlar bu dünyada bir nağılın sonunun arayışındadır. Lakin məmnuniyyət çox çətin məsələdir. Heç bu dünyada xoşbəxt olmağın necə də çətin olduğunun fərqinə varmısan? Peyğəmbər buyurmuşdur: Əgər Adəm oğlunun sərvətlə dolu bir dərəsi olsaydı, onun kimi başqa birinə sahib olmaq həsrətində olardı. Adəm oğlunun gözünü torpaqdan başqa heç nə doyurmaz. Səhih Müslim, hədis 2285. İnsanoğlu heç vaxt əlində olana qane olmur. O, bir şeyi əldə etsə, başqa şey istəyir. Bu bir nəfərin dəniz suyunu fincan-fincan içməsi və içdikcə daha da susaması kimidir. Sanki insanoğlunun içində dolmayan bir quyu var və o, daima onu doldurmağa çalışır. Lakin onu bu dünyada heç nə doldura bilməz. Çünki əbədi olan ilə doldurula bilər. Allahın yaratdığı əbədi aləmdə hamı davamlı olaraq riza halındadır. Bəlkə də indi daha çox aydın olur ki, nəyə görə Peyğəmbər dünya möminin zindanı, kafirin isə cənnətidir deyə buyurub. Səhih Müslim 2956.
Mömin ruhun bu şeytani bədəndə həbs olunmaqdan zəhləsi gedir. İsa əleyhissalam buyurub: Çünki dünyada olan hər şey, cismani ehtiraslar, acgözlülük və dünya malına görə təkəbbür atadan yox, dünyadan gəlir. Yəhya 2-ci surə 16-cı ayə. İmam Əli əleyhissalam buyurub: Sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir. Nəhcül Bəlağə 3-cü xütbə. Nəbilərin və rəsulların hər biri öz əshabına bu dünyadan uzaq durmağı, heç nəyə sahiblənməməyi, öz həyatları da daxil olmaqla heç nəyə bağlamamalarını öyrətdi. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurub: Mən ölümü onu istəyəndən başqasından qaçan görmədim. Və ondan qaçanları da şiddətlə istəyən gördüm. Hər kim öz dünyavi həyatına bağlansa, heç şübhəsiz onu itirəcək. Lakin ölüm ondan qorxmayan şəxsə heç vaxt təsir etməyəcək. Ölüm insanların çoxu üçün bir nömrəli qorxudur və bu qorxu bədəndən qaynaqlanır. Ruhsuz bədən heyvan kimidir. Heyvan daima öldürülmək qorxusuyla yaşayır. Çünki bu həyat onun sahib olduğu hər şeydir. Odur ki, sağ qalmaq onun üçün bir nömrəli məsələdir. Onlar əvvələ özlərini qoyur və hətta digərlərini qurban edirlər ki, bəlkə yaşaya bilsinlər. Heyvan instinkti ilə insan təbiəti elə də fərqli deyil. Faktiki olaraq öz heyvani təbiəti ilə savaşmağı bacarmayan insanlar münasib şəkildə cəzalandırılır. Qurani Kərimdə belə buyurulur: De, Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar yeri daha pis olan və doğru yoldan daha çox azanlardır. Quran 5-ci surə 60-cı ayə. Heyvan kimi davrananlar heyvan olaraq reinkarnasiya edir. İnsanoğlu böyük olma qabiliyyətindədir. Lakin insandan özündə olan heyvani təbiətinə qarşı mübarizə aparmaq tələb olunur. You who go where no one else will dare. Will you be my God, architect? Finally I have met you. You will not rebuild your house again. But I am your house. And you live in me. O Lord of my own ego, you are pure illusion. You do not exist. The earth is my witness. İsa əleyhissalam buyurdu: Əgər kimsə birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olmalıdır. Markus 9-cu surə 35-ci ayə. Nəbilər və rəsullar insanlara əsas instinktləri ilə mübarizə aparmağı öyrətdi. Çünki mömin ruhun ehtiyatda daha böyük bir şeyi var. Peyğəmbər buyurmuşdur: Cənnətə daxil olan heç kəs, hətta dünyada hər şeyə sahib ola biləcək kəs də dünyaya qayıtmaq istəməyəcək. Şəhiddən başqa, o gördüyü izzətdən dolayı dünyaya qayıtmağı və dəfələrlə öldürülməyi arzulayacaqdır. Səhih Müslim 1877-ci hədis.
Mömin ruhunun zindanı olan bədəndən azad olmanın və nura qayıtmanın həsrətindədir. Qur'an-ı Kərimdə belə buyurulur: Allah yolunda öldürülənləri əsla ölü zənn etmə. Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzu verilir. Qur'an 3-cü surə 169-cu ayə. Öz canlarını Allahın qayəsi uğrunda verənlər buradan qurtulmağa can atarlar. Çünki bura şeytanların aləmidir. Bu quruluşun qəddarlığını düşünün. Fərz et ki, bir anasan, övladını bətnində daşıyırsan, onu dünyaya gətirirsən və bütün qəlbinlə sevirsən. Lakin nə qədər etsən də ona tutuna bilməzsən. Hər an şeytan gələ bilər və onun həyatına son qoya bilər və bunun qarşısını almaq üçün edə biləcəyin heç nə yoxdur. Əgər bu dünya sahib olduğun hər şeydirsə, bu pis bir yuxuda tələyə düşmək və ya qorxulu bir film kimidir və sadəcə bir çıxış yolu var. Qur'an-ı Kərimdə belə buyurulur: Hər kəs ölümü dadacaqdır. Sonra da bizə qaytarılacaqsınız. Qur'an 29-cu surə 57-ci ayə. Axirət həyatı əbədidir. Ya xoşbəxtliklə, ya da əzabla doludur. Və təkrar-təkrar pislik edən ruhlar əbədi əzaba düçar olur. Cənnətin və cəhənnəmin nəyə bənzədiyini təsəvvür etmək bizim üçün çox çətindir. Çünki bizim təcrübələrimiz bu dünya ilə məhdudlaşır. Burada biz təbii karma qanununa bağlıyıq. Etdiyimiz hər şey qeyd şərtsiz özümüzə qayıdır. Cəhənnəmdə də həmin qanun keçərlidir. Bir fərqlə ki, o bütün həyatlarımızı əhatə edir. Keçmiş həyatlarının hər hansı birində etdiyin xətalar şiddətlənmiş şəkildə özünə geri qayıdacaq. Əzabı öz əməllərin təyin edir və bununla bitmir. Cəhənnəmdə hər şeyi, hər həyatında başına gələn bütün əzab-əziyyətləri xatırlayırsan. Təsəvvürünə gətir ki, bütün həyatlarında başına gələn hər pis şeyin əzabını yenidən çəkirsən. Yaşaya bilməzdin və xoşbəxt olmaq qeyri-mümkün olardı. Cənnətdə isə əksinədir. Cənnət yeni bir başlanğıc kimidir. Yenidən başlamaq üçün yaddaş tamamən təmizlənir. Bəlkə də sənə təəccüblü gələr, amma unutmaq əbədi xoşbəxtlik üçün zəruridir. Bəlkə də sən həyatında yaxşı şeylər yaşamısan, amma bu dualizm, yəni ikilik dünyasıdır. Yaxşı ilə birlikdə pisin də gəlməsi qaçınılmazdır. Kimsə bütün həyatlarının ağrılarını, travmalarını, dərdlərini xatırladığı halda necə xoşbəxt ola bilər? Cənnətdə insanları tanıyacaqsan, amma bu, onlarla sanki ilk dəfə görüşürsənmiş kimi olacaq və cənnətdə sevdiklərinlə birlikdə olacaqsan. Bir gün bir bədəvi Peyğəmbərin yanına gələrək dedi: Saat nə zaman gələcək? Peyğəmbər buyurdu: Onun üçün nə hazırlamısan? Bədəvi dedi: Namaz, oruc və sədəqə ilə bağlı əhəmiyyətli bir hazırlıq görməmişəm. Amma Allahı və Rəsulunu sevirəm. Bu zaman Peyğəmbər buyurdu: Sevdiklərinlə birlikdə olacaqsan. Həqiqətən də sevdiklərini yenidən görəcəksən. Sevmədiklərini isə unudacaqsan. Let them out there read my mind.
real. Look at us. I'm frozen and you're dead. It's a problem. I love you. And I can't settle for a dream. Because as great as I imagined you, you were even better. I'll find you again. How will I know it's you? What's out there? The way someone looks at you. The way the wind blows on a cool summer day. A laugh you hear somewhere. You'll remember a feeling. And that will be me. I love you. Good morning. It's time for you to wake up. David. David. We can defend the kingdom. Together. Please don't do this. I love you all. I will see you in another life when we are both cats. No! Don't do it! David. You're gonna be fine. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurmuşdur. Sevgisiz həyat yoxdur. Bəlkə biz indi bu açıqlamanı daha yaxşı anlaya bilirik. Həqiqi sevgi yalnız Allahdan gəlir. Onu yalnız daxilində ruh formasında həyata sahib olanlar yaşaya bilər. Ruh bütün zamanların ən böyük sirridir. Qur'anda buyurulur. Səndən ruh haqqında soruşurlar. De, ruh Rəbbimin əmrindədir. Sizə yalnız az bir bilik verilmişdir. Qur'an 17-ci surə 85-ci ayə. Lakin Ali Muhammedin qaimi buradadır və hədislər bildirir ki, o yeni elmlə gələcək. İmam Əhməd Əl-Həsən əleyhissalam ruhlarla əlaqədar çoxlu sirlər açıqlayaraq bu nübüvvəti tamamlamışdır. Faktiki olaraq onun kəşfləri imamətinin dəlilidir. İmam Sadiq əleyhissalam buyurdu: Həqiqətən də Allah kölgələrdə ruhlar arasında seçim etdi və sonra onları bədənlərə yerləşdirdi. Bizim qaimimiz xuruc edərsə, Allahın kölgələrdə onun üçün seçdiyi qardaşlarını ona varis edəcək. Fiziki doğuşdan olan qardaşını yox. Onu bundan tanı. Kim bu cür tanısa, onda onun üçün əlavə dəllə ehtiyac qalmaz.
Hədis Şərif bab 66. Ali Muhammedin qaiminin məsələsi ondan əvvəl gəlmiş hər şeydən fərqlidir. Buna vəsi təyin etmə üsulu da daxildir. Adəmin zamanından bugünə qədər ilahi vəsilərin xəlifəliyi fiziki ataya dayanırdı. Adətən ata xəlifəliyi fiziki oğluna ötürülürdü. Bu həmişə fiziki qohumluq məsələsinə bağlı olub. Götürək 12 imamı. Hər imam fiziki oğlunu vəsi təyin edib, lakin o dövr artıq sona çatıb. Bir nəfər İmam Əhməd Əl-Həsən əleyhissalamdan Hüseyn əleyhissalamın övladı olmayan imam ilə çıxacağını bildirən hədisi izah etməsini istədi. İmam Əhməd Əl-Həsən əleyhissalam belə cavab verdi. Hədis doğrudur. Və bu İmam Mehdi Muhammed İbni Əl-Həsən əleyhissalam haqqındadır. Və onun öz soyundan nəsli yoxdur. Amma o, ruh aləmindən bir soya sahibdir. İmam Əhməd Əl-Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalamın reinkarnasiyasıdır. Və o, ruhlar aləmində İmam Mehdi əleyhissalamın oğludur. Və onun vilayəti önəmli bir dəyişikliyə işarə edir. İmam Əhməd Əl-Həsən əleyhissalamın vəsisi onun fiziki oğlu deyil, ruh oğludur və o, Əba Sadiq əleyhissalamdır. İmam əleyhissalam ruh aləmindən olan digər övladlarını da bizə tanıdıb. Musa əleyhissalam və Zeynəb əleyhissalam. O, həqiqi ailə elmini bərpa edir və siz fərqində olmaya bilərsiniz, amma bu bir çox məşəqqətə son qoyur. Uzun zaman öncə bu dünyanı döyüş meydanına çevirmiş bir hadisə baş verdi. Hər şey insanın düşməyinə qayıdır. Bildiyimiz kimi Adəmin yaradılışı İblisin cənnətdən qovulmasına gətirib çıxardı. Bəs Adəmin hekayəsinin başlanğıcında nə baş verdi? Adəm və Həvva qadağan olunmuş xeyir və şərin elm ağacından yedilər. Allah onları bağışladı, amma yenə də cəzaya məruz qaldılar. Cənnətdən qovularaq dünyaya göndərildilər və onlara insani bədənlər geyindirildi. Yaradılış kitabında bildirilir. Onda Rəbb, Allah, Adəm və arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi. Rəbb Allah insanı Ədin bağında çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin. Yaradılış 3-cü surə 21-ci və 23-cü ayələr. Lakin əməllərinə görə tənbih olunanlar sadəcə onlar deyildi. Yaradılış kitabında Allah şeytana da buyurur. Sən bunu etdiyin üçün bütün ev heyvanları və çöl heyvanları arasında lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən. Bütün ömrün boyu torpaq yeyəcəksən. Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq. Sən də onu dabanından sancacaqsan. Yaradılış 3-cü surə 14-cü 15-ci ayələr. Bu tam olaraq nə deməkdir? Allah Adəm və Həvvanı bağışlasa da, onlar bədənlərdə məskunlaşmaq üçün eyni ilə şeytan kimi dünyaya göndərildilər. Şeytan və onun övladları da insan cildində dünyaya göndərildilər. Bu hadisə yerdə xeyir və şər arasındakı savaşın əsasını qoydu. Bu o deməkdir ki, ən başından bəri əskərlər bu savaşda kör idilər. Təsəvvür et ki, bir ordunun əskərisən və bir döyüş zonasına düşmüsən. Sən və silahdaşların hamınız bir forma geyinmiş və bir silah tutmusunuz. Sonra görürsünüz ki, qarşı cəbhə də həmin formadan geyinib və həmin silahdan daşıyır. Kimin hansı cəbhədə olduğunu demək mümkün deyil. Çünki hamı eyni görünüşdədir. Adəm oğulları və şeytanın övladları qarşısı alınmaz şəkildə bir-birlərinə qarışıblar və
və bu Qurani-Kərimdə deyilənin təvilidir. O ölüdən diri, diridən də ölü çıxardır. Quran 30-cu surə 19-cu ayə. Ona görə də ailələrimiz hər birimizin imtahanıdır. Bu ayəyə nəzər salaq. Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladlarınızdan sizə düşmən olanlar da vardır. Odur ki, onlardan ehtiyat edin. Quran 64-cü surə 14-cü ayə. İmam Əhməd Əl-Həsən əleyhissalam açıqlamışdır ki, reinkarnasiya həqiqətdir və biz bu dünyaya dəfələrlə gəlirik. Bədən öz qohumlarına sevgi bəsləmək üçün hazırlanır. Elə məsələnin düyün nöqtəsi də budur. Bəlkə də bir həyatında ailə üzvlərin mömin olur, amma digər həyatında isə şeytanın övladları ilə əhatə olunursan. Bəlkə də onlar elə pisdirlər ki, növbəti həyatlarında daha aşağı canlı formasında qayıdırlar. Bu, İmam Əlinin bu dediyinin təvilidir. Böyük ərşin Rəbbinə and olsun. Əgər istəsəydim, atalarınızdan tutmuş əcdadlarınıza qədər hamısını harada olduqlarını, kimdən olduqlarını və indi harda olduqlarını, olduqları yerə necə gəldiklərini sizə xəbər verərdim. İçinizdən nə qədəri qardaşın ətini yeyir və atasının başını içir və hələ də onun həsrətini çəkir. Sonunda birlikdə olmalarını arzulayır. Heyhat! Gizlilər aşkar olduğu, sinədəkilər məlum olduğu, könüllərdəkilər bilindiyi vaxt Allaha and olsun ki, palçığa geri dönmüş və qayıdışlarınızı keçirmiş olacaqsınız. Bu qayıdışlar arasında nə qədər əlamət var? Neçəsi ölmüş və ya öldürülmüşdür? Mən quşların çinadanında və vəhşi heyvanların qarınlarında olanları bilirəm. Bütün insanlıq çoxdan keçmiş olan və gələcək olanların arasındadır. Bu dünyada kimin dost, kimin düşmən olduğunu bilmirsən. Nəinki bu bədən şeytanın əsəridir. Üstəlik bu kostyumu geyən insanların əksəriyyəti həqiqətdə şeytanın övladlarıdır. Bu dünyada bu insanların sadəcə az bir qismi həqiqətən yaxşıdır. Bu o deməkdir ki, biz hər zaman düşmənlərlə əhatə olunuruq. Çox ehtimal ki, tanıdığın, həyatında sənə yaxın olmuş və hətta səmimi olduğun insanların çoxu həqiqətdə şeytanın övladlarıdır. Bəlkə indi Allahın sözlərinə etina edəcəksən. Dünya həyatı sizi aldatmasın. Biz sizi xəbərdar etdik.